Salam, əziz və dəyərli izləyicilərimiz, əziz abituriyentlərimiz. MHM Tədris Mərkəzində mən Çinarə Talıbovanın dərslərinə 077 394 1424 nömrəsi ilə əlaqə saxlayaraq qeydiyyatdan keçə bilərsiniz. Başlayaq bugünkü mövzumuza. Sual əvəzliklərindən who, kim sual əvəzliyinə baxırıq. Who sual əvəzliyi insana aiddir, mübtədəyə verilən sualdır. Who is your teacher? Sizin müəlliminiz kimdir? Who sual əvəzliyi cümlənin sonunda söz önü ilə işlədilə bilər. Who are you talking with? Kim ilə danışırsan? Həmçinin what sual əvəzliyi də cümlənin sonunda söz önü qəbul edir. Baxın, bunu sizlər unutmayın. Keçək what sual əvəzliyinə. What sual əvəzliyi nə deyə tərcümə olunur? What do you think about it? Bu haqda nə düşünürsən? What sual əvəzliyi isimlə işləndikdə dilimizə nə yox, isimlə yanaşı gəldikdə hansı deyə tərcümə olunur? What books do you like to read? Nə kitablar demirik? Hansı kitabları oxumağı xoşlayırsan? Which sual əvəzliyi cansızlara verilən sual əvəzliyidir. Dilimizə hansı deyə tərcümə olunur? Which countries would you like to visit? Hansı ölkələrə səyahət etmək istəyərdin? Qeyd, unutmayın. Which sual əvəzliyi or bağlayıcısı və of söz önü ilə işlədilir. Which of them do you like best? Onlardan hansını daha çox xoşlayırsan? Which is better, swimming or running? Hansı daha yaxşıdır? Üzgüçülük yoxsa qaçış? Whom sual əvəzliyi kimi kimə deyə tərcümə olunur. Whom do you see in the park? Parkda kimi gördün və yaxud parkda kimi görürsən? Whom sual əvəzliyi özündən əvvəl sözünü qəbul edir. Bəzən özündən əvvəl sözünü və boşluq olduqda siz whom sual əvəzliyindən istifadə edin. To whom do you write this letter? Bu məktubu kimə yazırsan? Baxın, diqqətli olmaq lazımdır. Daha sonra yadda saxlayın. How many cəm isimlərlə işlədilir. How many students are there in the classroom? Sinifdə nə qədər şagird var sayılan cəm isimlərlə. How much isə sayılmayan tək isimlərlə işlədilir. Testlərdə, sınaqlarda tez-tez görə bilərsiniz. What kind olan variantı seçməyin. Çünki ingilis dilində what kind deyilmir. What kind of deyilir. Bax, bunlar qızıl dəyərində önəmli bilgilərdir. Digər önəmli bilgilərdən biri isə yenə bu verdiyim bilgidir ki, biz məhz sizlərə sınaqlarda, testlərdə çaşdırıcı məqamları qeyd edirik ki, siz karıxmayasınız. Baxın, when, how often, how long ago. When, how often, how long ago. Bunlar have, has ilə işlənməz. When, how often, how long ago. Bunlar have, has ilə işlədilməz. Bol-bol siz də mənimlə bərabər təkrar edin. When, how often, how long ago, have, has ilə işlədilməz. Testlərdə düşürmü? Düşür, əziz abituriyentlər. Təbii ki, düşür. Bu məqam isə daha vacibdir. Since when, how long isə have, has ilə işlədilir. Seçimlər veriləcək orada sizə. Since when, how long, have, has ilə işlədəcəksiniz. Ancaq when, what time, how long ago-nu isə have, has ilə dəyərli abituriyentlər siz işlətməyin. Deməli, daha çox bilgilər üçün, daha çox qrammatik ipucuları üçün dərslərə qeydiyyatdan keçə bilərsiniz. Əziz abituriyentlərimiz, hər birinizə bol şans və uğurlar arzu edirəm.